Bismillahirrahmanirrahim. Değerli izləyicilər, Məhərrəm ayı gəlib, Hüzn ayı gəlib. Ənənəvi olaraq artıq Azərbaycanda belə bir bədbəxtçilik baş verir ki, müqəddəs aylar, müqəddəs bayramlar gələndə həmişə İslamofoblar birbaşa bu aya qarşı hücuma keçirlər və insanlarda bu aya qarşı antipatiya yaratmağa çalışırlar. Necə ki, Qurban bayramında heyvana rəhm eləyənlər meydana çıxır, hansı ki, özləri həmişə əməliyyətindən kabab yeyirlər. Və daha sonra Ramazan ayında orucluğu tənqid edənlər və nəhayət Məhərrəm ayında iki ərəb bir-biri ilə savaşıb deyə, hakimiyyət uğrunda dava gedib deyə insanlarda yanlış fikirlər formalaşdırırlar. Bütün bunlar ondan irəli gəlir ki, bu insanlar İmam Hüseyin əleyhissalamı dərk eləmirlər. Bu insanlar ümumilikdə həqiqəti, ədaləti dərk eləmirlər. Əgər bunlar ədalətin nə olduğunu anlasaydılar, həqiqətin nə olduğunu bilsəydilər, bunlar belə bir duruma gəlməzdilər. Təəssüflər olsun ki, bu firqənin arasında, bu İslamofobların arasında təriqət mənsubları, məzhəb daşıyıcıları, dinə fərqli baxışlarla yanaşan insanlar da çoxdur. Bu da biz bu məsələyə həm dini, həm ictimai baxımdan aydınlıq gətirəcəyik. İlk növbədə İslamofoblara qoşulmuş müsəlmanlara, məxsusən Sələfi, Vəhabi və bu iki firqənin iç yüzü açılandan sonra özünü Əhl-i-Sünnə vəl Cəmaə adlandıran qrup, hansı ki, onların Əhl-i-Sünnə qardaşlarımıza heç bir adiyyəti yoxdur, bunu xüsusilə vurğulayıram. Yəni, bu insanlara cavab olaraq bildiririk ki, İmam Hüseyin əleyhissalama yas saxlamaq, əza saxlamaq Quran ayəsidir, Peyğəmbər sünnəsidir. Bunların ikisini də sizin diqqətinizə çatdıracağım. Allah Təbarəkə və Teala Şura surəsi 23-cü ayədə buyurur ki, Qul la əsəlukum əleyhi əcra. Ey Peyğəmbər, de ki, mən sizdən heç bir muzd istəmirəm. Sizdən istəyəcəyim yeganə şey nədir? İlla məvəddətə fil qurba. Mənim əhli beytimi, mənim yaxınlarımı sevmək. Yəni, insan sevir, insan bağlıdır, insan aşiqdir. Bu eşq ilahi əmridir. Allah bunu bizim üçün məsləhət görür. Allah bunu bizə tövsiyə eləyir. Bizim yaxşılığımız üçün, yaxşılığımıza xidmət etdiyi üçün bizə əmr eləyir ki, Əhl-i Beyti sevin. Baxın, hüzn, qəm, ağlamaq insanın fitri xüsusiyyətlərindən biridir. İnsanın fitrətində qoyulub. Heyvanlarda bu bir qərizədir, instinktdir. Hər bir heyvan öz sevdiyi balasını itirəndə ağlayır. Çünki məhəbbət var onların arasında. Bu heyvanlarda instinktdir, amma insanlarda bu fitri bir istedaddır, fitri bir xüsusiyyətdir ki, sevdiyini itirəndə qəmgin olar. Baxın, dəyərli izləyicilər, Allah buyurur ki, mən insanları məxluqatın əşrəfi yaratdım. Lakin onlar öz əməlləri ilə özlərini dörd ayaqlı heyvanlardan aşağı salarlar, aşağı tutarlar. Laqad xalaqnal insana fi əhsənit təqvim. İnsanları ən gözəl xüsusiyyətlərdə yaratdım. Bu insanlarda bir instinktdir, bu insanlarda bir fitri xüsusiyyətdir. Ona görə də sevilməsi əmr olunan və insanların sevdiyi bir varlığı itirəndə qəmgin olması fitri bir xüsusiyyət deyilmi? İnsanlıq xisləti deyilmi? Hansı normal düşüncəli insan sevdiyini əlindən verəndə qəmlənmir? Qəmlənir. İndi bu sevdiyi insanın əsəri qəlbindən gedənə qədər o qəmgin olur, hüzünlü olur. Məsələn, adamın atası ölür, evladı ölür, 3 il, 5 il, onun qəmi, qüssəsi gedir aradan. Niyə? Çünki o təbii sevgidir, dünyəvi sevgidir.
Amma İmam Hüseynə məhəbbət ilahi əmridir, ilahi sevgidir. Ona görə aradan getmir. Və bu ilahi sevgi durduqca o qəm, o hüzündə durur. Ona görə biz 1400 ildir ki, İmam Hüseyn əleyhissalama əzadarlıq saxlayırıq. Çünki o məhəbbətin sonu Allahda fəna olana qədərdir. Ona görə bu qədər uzun müddətdə biz İmam əleyhissalama qəm, yaz, matəm saxlayırıq. İkincisi, Peyğəmbər sünnəsi. İlk dəfə Peyğəmbər əleyhissalam Peyğəmbər olaraq ölü üçün qəm tutduğu oğlu İbrahimin həlak olması vaxtındadır. Ənəs ibn Malik yazır ki, İbrahim Peyğəmbərin qolları üstündə can verdi. Peyğəmbərin gözlərindən yaş axırdı. Şeyxeyn, birinci və ikinci xəlifə ona irad tutaraq bildirdilər ki, ya Rəsulallah, sən də dünya üçün ağlayırsan. Allahın Rəsulü onların cavabında buyurdu ki, mənim bu ağlamağım Allahın rizayətindən başqa bir şey deyil. İbrahim bizim aramızdan getdi. Onun hüzni, onun kədəri bizim qəlbimizdədir. Allahın Rəsulü buyurdu. Yəni ölü üçün ağlamaq Peyğəmbərin sünnəsidir. Və gəlirik hədislərə ki, Peyğəmbərin İmam Hüseynə ağlaması məsələsinə. Bunu bir çox əhl-i sünnə alimləri öz kitablarında yazırlar. O cümlədən Hakim Nişapuri, Muslim ibn Həccac öz müsnədində yazır. Kitabın adı Əl-Musnədu Səhihil Muxtəsər. Bu kitabında yazır. Sonra Əhməd ibn Həmbəl öz musnədində yazır. Daha sonra İbn Əsakir öz kitabında yazır. Hakim Nişapuri Mustədrəkü Əl-Səhiheyn kitabında yazır. Yəni bu ümumilikdə mötəbər hədis kitablarıdır ki, sizə qeyd edirəm. Hətta Hakim Nişapuri yazır ki, hada hədisun səhihun ələ şərti şeyxeyn. Bu hədis şeyxeynin, yəni Müslim və Buxarinin nəzərində səhih hədisdir. Və bu hədisin söylənilən şəxslər kimlərdir? Ayşə, Peyğəmbərin zövcəsi, Ummu Sələmə, Peyğəmbərin zövcəsi, Ummul Fəzl binti Haris, Zeynəb binti Cəhəş, Peyğəmbərin həyat yoldaşı, həm də bibisi qızı, Ummu Əmamə, Ənəs ibn Haris. Bunlar hamısı bu məsələləri, bu hədisi qeyd edirlər. Hədisdə qeyd olunur ki, Peyğəmbər əleyhissalam evdə əyləşmişdi, Ayşənin evində və istirahət eləyirdi. Bu vaxtı İmam Hüseyn əleyhissalam gəldi. Ayşə İmam Hüseyni evdə tutaraq Peyğəmbər istirahət eləyir deyə onun yanına buraxmadı. Daha sonra İmam Hüseynə su gətirmək üçün Ayşə o biri otağa keçəndə qayıdıb gördü ki, İmam Hüseyn, balaca Hüseyn Peyğəmbərin otağına daxil olub. Qapını açanda gördü Peyğəmbər ona baxır və ağlayır. Ya Rəsulallah, bu uşaq səni narahat etdimi? Allahın Rəsulü buyurdu ki, Cəbrail nazil oldu. Və dedi ki, sənin ümmətin bu evladını, bu sevdiyin evladını qətlə yetirəcək. Buyurur ki, Peyğəmbər deyir ki, bu sözləri deyir Cəbrail mənə dedi və ağladı. Ayşə deyir, Peyğəmbər ağladı, mən də ağladım. Daha sonra Əhməd ibn Həmbəl öz müsnədində yazır ki, Əli əleyhissalam Nəhrivan müharibəsindən geri dönəndə Neynəvaya çatır. Bu vaxtı İmam Hüseyn əleyhissalama buyurur ki, Şəttül Ərəbin yanındadır yəni. Bardağında suyu qutarır, su gətizdirir və deyir, bilirsiniz bu yerlər nə yerlərdir? Buyururlar ki, ya Əmir əl-Müminin hansı yerlərdir? Buyurur, bu o yerdir ki, mən Peyğəmbərdən eşitdim ki, Cəbrail nazil oldu, dedi onu
Neynəva adlı yerdə sənin evladın Hüseyni şəhid eləyərlər. İstəyirsən o yerin iyini sənə daddırım, qoxlatdırım. Peyğəmbər dedi, bəli. Cəbrail deyib torpaq götürdü, qırmızı rəngə boyanmış bir torpağı Peyğəmbərə verdi. Əleyhisselam'daki o Peyğəmbər o torpağı bizə də iyilətdirmişdi. Həmən yerin ətri gəlir. Bunu dedi və ağladı. Yəni İmam Hüseyin əzadarlığı Peyğəmbər sünnəsidir. İmam Hüseyin əzadarlığı məsum sünnəsidir. İmam Hüseyinə Peyğəmbər ağlayıb, İmam Hüseyinə Cəbrail ağlayıb. Biz ağlamayaq mı? Yəni məhərrəmlikdə İmam Hüseyin əleyhissalama yas tutmağın mahiyyəti, sünnəsi budur. Əsaslandırılığı, şəri hökmü budur. Buna görə ağlamalıyıq. Amma ağlamaqda hədəf o deyil, tək ağlayaq, ondan sonra duraq gedək. Yox. Baxın, İmam Hüseyini tanıyaq, bilək. Bugün İmam Hüseyinə ağlamağa irad tutan insanlar, bilirsiniz kimlərdir? Dünənləri şəhidin qəbrinin üstündə ağlayan iti reklam edənlər. İt o öz sahibini sevdiyindən ağlayır, qəbrinin üstündə gedib uzanır. Sanki onun iyini duyur. Bunu sevə-sevə paylayanlar yalandan Əhl-i Beyti sevirəm deyib İmam Hüseyinə ağlamağı məskəriyə qoyurlar. Allah Quranda buyurur ki, mən insanı məxluqatın əşrəfi olaraq yaratdım. Amma onlar öz əməlləri ilə özlərini 4 ayaqlı heyvanlardan aşağı salarlar. İndi baxın, sahibinə olan məhəbbətinə görə ağlayan itin məqamı üstün, itin etibarı üstündür, yoxsa İmam Hüseyini sevirəm deyib ona ağlayanlara irad tutanların etibarı. Bütün məxluqatda instik olaraq, fitri olaraq qəmginlik, hüzünlük, istedadı qoyulub, xüsusiyyəti qoyulub. Bir adam ki bunu itirir, o heyvan üstündür, yoxsa bu heyvan. Bu insanlar özlərini heyvanlardan aşağı, 4 ayaqlı heyvanlardan aşağı salan insanlar deyil mi? İmam Hüseyinə ağlamağın əsası bundan ibarətdir. Vəssalamu aleykum və rəhmətullah.